Bu dəfə mələk kimi izləyicilərimə kövrək, ağızda əriyən çox-çox dadlı mələyin qanadı peçenyası paylaşacağam. Yoğurma qabına unu, soyuq çörək yağını və bir çimdik duzu əlavə edib əlimlə umaç hazırladım. Üzərinə ağını sarısından ayırdığım yumurtanın sarılarını və xamanı əlavə edərək əlimlə xəmir yoğurdum. Yumurtanın ağını arası üçün istifadə edəcəm. Çox yumuşaq olmayan xəmiri ən az 30 dəqiqə soyuducuda gözlədəcəm. Daha sonra xəmirdən qramı 30 qram olmaqla 30 gündə hazırladım. Qeyd edim ki, ərzaqların miqdarını və ətraflı məlumatı açıqlama bölməsində yazacağam. Ayırdığım yumurta ağına bir çimdik duz və şəkər tozunu az-az əlavə edib mikserlə qarışdırıb bezə hazırladım. Üzərinə qarğıdalı nişastası da əlavə edərək qarışdırdım. Kündəni orta ölçülü boşqab böyüklüyündə yayıb kənara çıxmamaq şərti ilə yarım yemək qaşığı qədər içlikdən qoydum. Bitiş hissəsini yaxşıca bərk edib çöp şişlədə gördüyünüz formada ortadan bölüb daha sonra ikiyə qatladım. Əvvəlcədən yağlı kağız sərdiyim soba listinə aralıqlı məsafələrdə yığıb əvvəlcədən qızdırdığım sobada bişirirəm. Bişərkən bəziləri bu şəkildə açıla bilər. Bu tam normaldır. Gördüyünüz kimi çox gözəl alınır və mələyin qanadlarına da bənzəyir. Soyuyandan sonra üzərinə şəkər pudrası ələyə bilərsiniz. Çox kövrəkdir, ləzzətlidir, ağızda əriyir. Mütləq yoxlayın. Videonu bəyənib, paylaşıb, yaddaşa verməyi və belə videoların davamı üçün səhifəni izləməyi unutmayın. Hələlik.